İki sayılı cəza çəkmə müəssisəsindən şikayət məktubu. Azərbaycanda qanunların şah olmadığını hər kəs bilir. Burada heç şah da qanun deyil. Azərbaycan elə bir ölkəyə çevrilib ki, bəzi məmurlar üçün pul həm şahdır, həm də tanrı. Bu da bəzi sözün düz yazım, yəni bütün məmurlar üçün belədir. Həm də tanrıdır. İki sayılı cəza çəkmə müəssisəsində fəaliyyət göstərən rejim nəzarət şöbəsinin rəisi Vəliyev Ülvi Əlxanoğlu da pula sitayiş edən kiçik məmurlardan biridir. Müəssisə rəhbərinin dəstəyi ilə müəssisə daxilində açıq bazar yaradaraq məhkumların ehtiyaclarını yüksək məbləğlər qarşısında satışa çıxarıb. Hətta bəzi məhsulların müəssisəyə girişinə qadağa qoyaraq satışını yalnız özü təşkil edib və beləliklə monopoliya yaradıb. Məhkumların saç saxlamasına qanun qadağa qoymur. Varmı belə bir qadağa namizəd və saç saxlamağa bir məhkumların sizi hüquqşünaslar halda? Məhkum içəridə saçını saxlaya bilərdi, yəni keçə qırpılmalı deyil də məncə. Yox, qətiyyən. Əksinə, onun xarici görkəminə, saçına, bığına müdaxilə qəti qadağandır. Deyir, amma penitensiar xidmət müəssisələrində Sovetdən qalma saçın dibdən qırpılması ənənəsi davam edir. Ülvi Vəliyev bu ənənədən sui-istifadə edərək saçların qırpılmasını istəməyən məhkumlardan hər ay 10 AZM pul tələb edir. Ödəniş etməyən məhkumlar isə alçalıcı formada saç qırpılmasına məruz qalırlar. O əsiyyətə qırxırlar. Bəzən görürsən ki, zorla lezva ortasından qırxır da get qalanını özün qırxır. Məhkumların qaldığı barak və otaqların təmiri üçün müraciət etdiyimiz zaman ağlasılmaz dərəcədə yüksək məbləğlər tələb olunur. Halbuki dövlət müəssisələrinin təmiri dövlət hesabına aparılmalıdır. İki sayılı cəza çəkmə müəssisəsində isə təmir məhkumların hesabına həyata keçirilir. Dövlət tərəfindən ayrılan vəsaitin aqibəti isə heç bir məlum deyil. Rejim nəzarət şöbəsinin rəisi Ülvi Vəliyev və törətdiyi cinayət əməlləri ilə bağlı xəbərdarlıq etdiyimiz zaman arxain şəkildə əlinizdən nə gəlirsə edin deyir. Bütün məmurlar belə deyirlər namizəd bəy. Əlinizdən nə gəlirsə edin. Əlinizdən nə gəlirsə edin. Ülvi Vəliyev kimi kiçik məmurların bu qədər özünə inamlı olmasının səbəbi hamımıza məlumdur. Ölkədəki cəzaçılıq mühiti nəticəsində bu ölkədə haqqı deyənlər şərlənib həbs olunur, cəfa çəkir. Hətta Ülvi Vəliyev kimi cinayətkarlar xalqdan orada pullarla evlərində səfa sürürlər. İki sayılı cəza çəkmə müəssisəsinin məhkumları.